Salam, hər vaxtınız xeyir olsun. YouTube kanalımda belə bir sual paylaşmışdım. İnsanda hər hansı iki əlamətdən biri 13-cü cüt, digəri isə 11-ci xromosom cütündə yerləşir. Patau sindromlu bir insanda bu əlamətə görə maksimum neçə cür genotip olar? Çox allellik yoxdur. Bu sualı paylaşmışdım və sizlər izahını istəmişdiniz. Deməli, bu sualın izahını verirəm. Normal insanda bilirik ki, hər bir xromosom X əgər qadındırsa, homoloji cütü var. Kişilərdə də cinsiyyət xromosomu XY-dir. Digər autosom xromosomlar 44 xromosom, hər biri özünün homologu var. İndi bizdən Patau sindromlu insan deyir. Patau sindromlu insanın 13-cü cüt xromosomunda bir xromosom artıqlığı var. Yəni trisomiya baş verir. Tutaq ki, normal insanda homoloji cüt yaradan xromosomlardır bunlar. Amma Patau'dur, Down'dur, Edward'dır. Bu xəstələrdən üçüncü bir xromosom yaranır. Patau sindromunda bu 13-cü cütdə yaranır. Və bizdən də həmin elə bu xəstəlikdən əziyyət çəkən insanın 13-cü cütündə olan xromosomu soruşur. Biz normal hər bir xromosomun allellərini yazanda genlərini diploid xromosom üçün böyük A, böyük A, böyük A, kiçik A və kiçik A, kiçik A yazırıq. Bunun 3 cür, yəni 3 növ genotipi var. Normal karyotipdən söhbət gedir. Ancaq Patau sindromlu insanın 13-cü cütündə xromosomunda bir xromosom artıq olduğu üçün burada genlər belə olur. Böyük A, böyük A, böyük A, böyük A, kiçik A, böyük A, kiçik A, kiçik A və kiçik A, kiçik A, kiçik A. Deməli, normal insanda 3 növ genotip olur xromosomunda. Patau'dur, Edward'dır, Down sindromlu əgər həmin xromosomunda trisomiya olan hissəni soruşursa bizdə 4 növ genotip olur. İndi bizdə deyir ki, Patau sindromlu bir insanda bu əlamətə görə maksimum neçə cür genotip olar? Deməli, 11-ci cüt xromosomunda əmələ gələn genotip 3-dür. Ancaq 13-cü cüt xromosomunda isə 4 cür genotip var. Biz də bunların hasilini istəyir. Yəni, maksimum neçə cür? 3 vurulsun 4 bərabərdir 12 genotip. Cavabımız B variantı.